Polikistik yumurtalıqlar sindromu zamanı arıqlamaq niyə mümkün deyil? Niyə çətin görünür? Bəzən biz özümüzü elə bil nərdivanla dağa qalxırıq kimi hiss etməyə başlayırıq. Yəni biz addım atırıq, amma nəticə dəyişmir. Polikistoz zamanı da arıqlamaq belədir. Sanki bədən yuxarı deyil, aşağı doğru çəkilir. Bu zaman problem pəhrizdə deyil. Bu zaman pozulmuş hormonal siqnal günahkardır. Çox qadın belə düşünür ki, yəqin mən düzgün yemirəm. İdmanı az edirəm. Amma polikistik yumurtalıqlar sindromunda isə əsas problem kalori deyil. Əsas problem insulin dalğalanmasıdır. İnsulin yüksəldikcə bədəndə yağın yanmasını yox, yağın saxlayaraq depolanmasına səbəb olur. Bəs niyə insulin artır? Polikistik yumurtalıqlar sindromunda insulin reseptorları hormonlara daha həssas olur. Nəticədə bədən daha çox insulin istehsal edir və əsas yaranma mexanizmlər patogenezdə əsas faktor da elə insulin dirəncidir. İnsulin də qanda artdıqca aclıq artır, şirin istəyi artır, qarın bölgəsində piy toplanır, enerji düşüklüyü yaşayırıq və bu davranış iradə ilə bağlı deyil. Bu pozulmuş insulin rezistentliyinə bağlıdır. Bu zaman yanaşıda stres faktorları prosesə gizli köməkçi olurlar və stres zamanında orqanizmin müdafiəsi üçün normal olaraq da kortizol bəndənində yüksəlməyə başlayır. Kortizol yüksəldikdə isə insulin də artır və bədəndə təhlükə var rejimi işə keçir və orqanizm təhlükə zamanında bədəndə yağı yandırmır, yağı daha çox da saxlayır. Əgər yanaşı olaraq pasientdə yuxu pozğunluğu varsa, gecələr gec yatırsa və yuxu ritminə nəzarət etmirsə, bu zamanda melatonin hormonu azalmağa başlayır və bu qanda insulin miqdarının enməsinə yox, əksinə yüksəlməsinə, gecə yemələrinin sayının artmasına səbəb olur. İnsulin də sabit qalmayanda metabolik dayaqlar biraz daha boşalır. Yəni arıqlamaq pəhrizlə yox, gecə yuxu ilə başlaması lazımdır. Əgər düşünürsünüzsə ki, bədəniniz sizi geri çəkir, o zaman bədəni dinləməyə başlayın. Bədən isə sizi qorumağa başlayacaq. Bədən sizə izah edir ki, enerjini saxlamaq lazımdır. Təhlükə var. Və bu da arxada gedən bioloji bir dialoqun nəticəsidir. Ona görə də əgər polikistik yumurtalıqlar sindromundan əziyyət çəkirsinizsə, yanaşı olaraq qarında piylənməniz, tüklənməniz, aybaşı pozğunluqlarınız, artıq çəkiniz, saç tökülmə, xüsusən kişi tipli saç tökülməniz varsa, bu zaman bir endokrinoloqla görüşüb həm hormonal balansınızı normaya gətirmək, həm qidalanmanızı və yuxu ritminizi düzəltmək və bununla da daha sağlam, daha xoşbəxt olmağa çalışmaq lazımdır. Özünüzdən müğayət olun. Bu videonu daha çox insana çatması üçün bəyənməyi, paylaşmağı unutmayın və həmçinin kanalıma abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın.